Dişin çürüyürsə, ağrıyırsa, dişlərində karies varsa, dişlərin sürətlə saralır və qaralırsa, qaçıb bahalı dərmanlara bir ətək pul tökməyin. Ondansa indi deyəcəyim sadə üsulu istifadə edin və dişlərinizi qar kimi ağappaq edin. Necə eləyəsiniz? Ekrandakı ürəyi qızardın və profilin üzərindəki plus işarəsinə toxunun. Götürürsünüz ocunuzun içinə 1 çay qaşığı sarı kök əlavə edirsiniz, 1 çay qaşığı duz əlavə edirsiniz, 1 xörək qaşığı zeytun yağı əlavə edirsiniz, 5-6 damcı da limon suyu damızdırıb dişlərinizi bu qarışımla yaxşı fırçalayırsınız. Həftədə 2-3 dəfədən artıq fırçalamaq olmaz, tövsiyə olunmur. Yəni ilk istifadədən dişlərinizdə olan fərqi hiss edəcəksiniz. Bu videonu hər kəslə paylaşın və məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalan əczacınız Balaoğlanla hər zaman sağlam qalasınız.